Əhmədi Sülh və Nur Dini adlı qruplaşma özlərini rədd edən hər kəsə ümumi bir ad qoyurlar. Gəlin cəmiyyətimizə qoyduqları adla tanış olaq. Təbii ki, Abdullah Haşimin öz ardıcılarına bu adı aşılamaqda hədəfi vardır. Öncəki videoda tanış olduq ki, özlərini Sülh və Nur Dini adlandıran qruplaşma, onların inancını qəbul etməyən hər kəsi İblisin və ya Qabilin övladı adlandırır. Elə isə bu qruplaşmanın hakimiyyətə gələcəkləri təqdirdə cəmiyyətimizlə bağlı planlarına nəzər salaq. Bu qruplaşmanın inancına görə, əgər sayları çox olsa və hakimiyyət qura bilsələr, öz ardıcıllarına müəyyən cinayətləri həzm etdirmək üçün belə bir zəmin hazırlayırlar. Cəmiyyət üçün həyati təhlükə daşıyan bu dəstəni daha yaxşı tanıyaq. Gördüyünüz kimi, müqəddəs bildikləri hikmət sahibinin qayəsi kitabında qeyd edilir ki, uşaq və qadın qətlinin mümkün ola biləcəyi bir şərait var. Bu inancı daşıyan şəxslər barədə fikirlərinizi rəylərdə bölüşün.